Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 6-cı sinif mövzusu olan müxtəlif işarəli tam ədədlərin toplanması mövzusuna baxacağıq uşaqlar. Mövzuya keçməzdən əvvəl belə bir məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda uşaqlar 6-cı sinif üzrə, yəni yeni dərslik üzrə həm mövzu izahları, həm də buradakı sualların izahları paylaşılır. Əgər siz də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın uşaqlar. İndi keçəyin mövzunun izahına. Uşaqlar, müxtəlif işarəli dediyimiz zaman biri mənfi, biri müsbət olmalıdır, deyil mi uşaqlar? Bəs yaxşı, biz uşaqlar iki mənfi ədədinin toplanmasını keçmişdik. Demişdik ki, məsələn, mənfi 5 üstə gəlsin, deyirəm ki, mənfi 9. Bu şəkildə olduğu zaman biz necə edirdik ya uşaqlar? Biz demişdik ki, məsələn, 5 manat borcumuz var mağazaya. Getdik 9 manatlıq da borc elədi. Sənin ümumi borcun nə qədər olacaq? Sənin ümumi borcun olacaq mənfi 14. Mənfi 14 şəklində olacaq. Yəni toplayıb qarşısında mənfi yazırdı uşaqlar. İndi bəs müxtəlif işarəli ədədlər olduğu zaman uşaqlar bəs necə eləyəsik? Yenə uşaqlar baxın bu dediyimiz bu qaydadan istifadə edə bilərik. Yəni necə istifadə edə bilərik? Məsələn mən sənə desəm ki, mənfi 17 üstə gəlsin, məsələn yazmışam ki, 13 yazmışam uşaqlar. Baxın, biz demişdik ki, mənfi bizdə nədir? Borcdur. Müsbət bəs nədir demişdik? Sənin əlində olandır demişdik, elə deyilmi? Biz dedik ki, uşaqlar, mənfi 17 olduğu zaman mənfi sənin borcundur, müsbət 13 isə səndə əlində olandır uşaqlar. Baxın, deyək ki, sənin mağazaya 17 manat borcun var. Bu şəkildə fikirləşək. 17 manat borcun var mağazaya. Sənin cibində olanda 13 manat pul var uşaqlar. Getdin 13 manatı verdin mağaza sahibinə. Onda nə baş verir uşaqlar? Mağaza sahibi sənə deyir ki, 17-dən 13-ünü çıxdım, sənin deyir ki, 4 manat borcun qaldı. Borcda nə idi? Mənfi idi. Uşaqlar, baxın, bu şəkildə biz artıq bunu edə bilərik. Bir daha deyirəm uşaqlar, baxın, mənfi 17 manat borcdur fərz eləyin. Mənfi 17-nin üstünə gəldim 13-ü. Gələndə böyüyünə kiçiyini çıxdım uşaqlar, bu şəkildə etdik. İndi baxın, bir dənə misal deyirəm sizə. Məsələn, deyirəm ki, 28 üstə gəlinsin, mənfi 15 yazmışam. İndi baxın, yenə də borcdan gedirəm. 15 manat borcun var sənin. Getdin 28 manat verdin mağaza sahibinə. İndi bəs nə baş verəcək? Artıq bu sənə pul qaytarmalıdır, deyil mi? Məntiqlə uşaqlar. Çünki sənin borcundan çox pul vermirsən axı sən ona. Bu borcdan 15 manatı silir. Sildi. Yəni bir sözlə 28-dən 15-i çıxıram. Neçə oldu? 13 oldu, elə deyim. Amma bu da müsbət 13 oldu. Niyə müsbət oldu? Çünki 13 manatı geri sənə qaytardı axı. Yəni bu şəkildə biz edə bilərik. Yəni istənilən bizə bir misal, məsələn, mənfi 7 üstə gəlsin, məsələn, yazmışam 12. Baxıram uşaqlar, 7 manat borcum var, 12 manat pul verdim, mənə 5 manat qaytarmalıdır. Deməli, cavabım nə olacaq? Müsbət 5 şəklində olacaq. Yəni uşaqlar, baxın bu şəkildə həll etməliyik. İstənilən bir misalı. İndi gəlin, keçən baxın burada birinci suala baxırıq uşaqlar. Bizə deyir ki, baxın mənfi 2 üstə gəl 4. Uşaqlar, baxdığımız zaman 2 manat borcun var, sən 4 manat vermirsən. Nə oldu? 4 manatı verdin, sənə 2 manat geri qaytarmalıdır da müsbət 2. Bu şəkildə olacaq. Sonra baxın B variantında. 3 üstə gəlsin, mənfi 4. 4 manat borcun var, sən 3 manatını verdin. Nə oldu uşaqlar? Mağaza sahibi sənə deyəcək ki, 1 manat sənin borcun qaldı, yəni mənfi 1. Bu şəkildə olacaq. Sonra gəlir C variantına. Mənfi 1, üstə gəlsin 5. Baxın uşaqlar, 1 manat borcun var. Birinci borcu deyirik. 1 manat borcumuz var, elə deyilmi? Getdin 5 manatı verdin. Mağaza sahibi sənə nə etməlidir? Qalan pulu qaytarmalıdır. Nə qədər qaytarmalıdır sənə? 4 manat. Deməli, müsbət 4. Bu sənin əlində olan uşaqlar artıq. Sonra gəldik, baxın D variantı. Deyir ki, 4 üstə gəlinsin, mənfi 6. Yenə də baxın uşaqlar, 6 manat borcun var, borc. Bu da əlində olandır. 4 manatı verdin. Neçə manat borcun qaldı? 2 manat. Borclu qaldı. 2 manat borclu. Bu şəkildə baxmamız lazım. Sonra gəldi uşaqlar, baxın burada da eyni şeylərdir uşaqlar. Yenə də deyir ki, mənfi 3 manat borcun var, mənfi 3 üstə gəl 6. Necə olacaq? 3 manat borcun var, 6 manat vermişsən. Deməli, nə olacaq? Müsbət 3. Məsələn, B variantına baxsaq uşaqlar. 4 manat, 5 manat borcumuz var, borcdur. Getdin 4 manat verdin. Nə qədər borcun qaldı? Mənfi 1. Borcun qaldı. Sonra 2 manat, mənfi 2 manat borcun var. Getdin 7 manat verdin aşağıla. Sənin borcun qutardı, sənə 5 manat neynədir? Qaytardı mağaza sahibi. Sonra mənfi 6-dır, elə deyilmi? 6 manat borcun var, 5 manat verirsən. Nə qədər borcun qalır? Mənfi 1. Sonra mənfi 7-dir, 7 manat borcun var, 3 manatı neynədir? Verdin, 3 manatını verdin. Nə qədər borcun qaldı? Mənfi 4.
Yəni bu şəkildə baxmamız lazım. Sonra gəldik baxın 9-a da. Bax 13-dür değil mi inşallah? Mənfi 13. 13 manat borcun var. Neynədin? 7 manatını verdin. Nə qədər borcun qaldı? 6 manat. Baxın 11 manat borcumuz var. Getdin 18 manat verdin. Mal sahibi sənə 7 manatı nə etməlidir? Geri qaytarmalıdır. Sonra 10-cu sualda bax 10 manatdır borcumuz. Öyle değil mi? 2 manatlı borcumuz uşaqlar. Səhv dedim. 2 manat borcumuz 10 manatı verdin. Sənə qaytardı 8 manat. Deməli müsbət 8 olacaq. Sonra baxın, sən 32 manat borcun var uşaqlar. Getdin 32 manatın hamısını verdin. Nə qədər sənə pul qaytarar mı? Və ya da borcun var mı? Yox. Deməli 0 manat olacaq uşaqlar. Əla. Baxın burada 0 oldu. Sonra baxın 100 manat borcun var. Getdin 106 manat verdin. 6 manat nə olacaq? Sənə geri qaytaracaq. Baxın 15 manat 29 manat borcun var, borc. Getdin 15 manatını verdim. Neçə manat borcun qalacaq? Mənfi 14. 14 manat nə oldu? Borc oldu. Sonra mənfi 6-dır uşaqlar. Mənfi 6 üstə gəlsin 20 yazıb değil mi? 6 manat borcun var. Borc. 6 manat borcun var. Getdin 20 manatı da verdin. Neçə manat borcun qalacaq? Borcun qalmayacaq da təbii ki, değil mi uşaqlar? Çünki 6 manatın hamısını ödəyirsən, sənə qaytarır, neçə verir? 14 manat geri verəcək. Sonra baxın 25 manat borcun var. Getdin 13 manatını verdin. Nə qədər borcun qalacaq? Mənfi 12 manat. Mənfi 12 üstə gəlsin 5. 12 manat borcun var. 5 manatını verdin. Neçə manatı qaldı? 7 manat. Sonra baxın buradan bu qədər borcun var. 187 manat borcun var. 150'sini verdin. Nə qədər borcun qaldı? Mənfi 28 manat olacaq uşaqlar. Sonra gəldi burada. Baxın uşaqlar. İndi burada ədəd oxununda falan da deyil. Yəni eyni qaydalardır. Mən burada konkret sizə qaydanı deyirəm. 60 üstə gəl mənfi 3 yazıb da. Nə etməli uşaqlar? 3 manat borcum var. 60 manat verirəm. Deməli sən 57 manat nə etməlidir? Qaytarmalıdır. Burada da nə yazıbdı? Məsələn baxın, buradan 75, 74, 73, 72, mənfi 72 olub. Elə deyil mi burada cavabımız? Bura 72-yə gəlib də. Neçə vahid gəlibdir məsələn? Mənfi burada 1, 2, 3 vahid. Deməli 3 vahid gəlibdir. Olub neçə? Mənfi 72. Bu şəkildə baxa bilərik uşaqlar. Burada da baxın. 102-dən gəlib değil mi? 1, 2, 3, 4, 5. Gəlib nəyə? Mənfi 5 olubdur. Arxaya gedib də. Öyle değil mi? Burada nə olacaq? Böyləcə 97 şəklində olacaq uşaqlar. Burada baxırıq. Mənfi 61'i verib bizə. Mənfi 61'dən hara gəlibdir? 1, 2, 3, 4 vahid gəlibdir. Sola. Öyle değil mi? Gəlibdir bu tərəfə. Bunda nə olacaq uşaqlar? Olacaq burada. Baxın artıq burada uşaqlar olacaq mənfi 4 şəklində olacaq. Bu da olacaq mənfi 65 olacaq uşaqlar. Əla. Sonra burada uşaqlar baxın yer dəyişmə, sonra qruplaşdırma var. Biz zaten bilirik uşaqlar toplanmanın yer dəyişmə xassası necə? Toplananların yerini dəyişsə cəm dəyişir. Məsələn mən sənə desəm ki, 5 üstə gəl 3 bərabər 8 və yaxud da 3 üstə gəlsin 5 yenə də 8-ə bərabər. Bəs bu mənfi ədədlərdə də eynidirmi? Təbii ki. Məsələn mən sənə desəm ki, 7 üstə gəlinsin mənfi 10 yazmışam uşaqlar və yaxud da yazmışam ki, mənfi 10 üstə gəlsin 7. İkisində də cavabı eyni alınmaz. Baxın mənfi 3 alınmazdır. 10 manat borcum var 7'sini verdim. Burada da mənfi 3. Burada da 10 manat borcum var 7'sini verdim. Yenə də mənfi 3 olaraq qalacaq uşaqlar. Qruplaşdırmada da uşaqlar yəni eyni olanları qruplaşdırıb yaza bilər. Məsələn uşaqlar mənfiləri 1, müsbətləri 1 də qruplaşdırmaq olar. Bu şəkildə də yazmaq olar. Məsələn bizə misal adı falan qarşımıza çıxsa bu şəkildə eləməliyik. Məsələn baxın uşaqlar 11-ci sualda bu xassələrdən istifadə edəcək. Baxın mən qruplaşdıracağam. Baxın A variantını. Bununla bu nədir aşağılar? Bununla bu bir-birinə nədir? Natural ədədlərdə bu şəkildə də yazmaq olar. Mən məsələn qruplaşdırmanı demək üçün deyirəmsə, baxın 7 üstə gəlinsin mənfi 5, üstə gəlinsin 5 yazıb, elə deyilmi? Uşaqlar baxın bu mənfi 5 ilə 5-i toplasam 0 olur. Bax uşaqlar. Cavab avtomatik 7 alınacaq buradan. Məsələn bu mənfi 2 ilə bu 2 ilə toplasam nə olur? 0. Niyə uşaqlar? Çünki biz bilirik ki, əksər ədədlərin cəmi nə olurdu? 0 olacaq. Ona görə burada da cavabımız 4 edəcək. Amma uşaqlar baxın burada olmayacaq. Burada nə etməliyik? Burada artıq qruplaşdırma xassəsindən istifadə edəcək. Necə istifadə edəcəyik uşaqlar? Baxın. Belə. İndi uşaqlar baxın. Burada natural ədədləri 1 götürəcəm. O mənfi ədədləri 1 yazacağım. 8 üstə gəl 9 yaza bilərəmmi? Təbii ki yaza bilərəm. Bir də mənfi 6 üstə gəlinsin. Mənfi 8 şəklində olacaq uşaqlar. İndi
Uşaqlar, baxın, NATO ədədləri toplaya bilirikdə. Bununla bunu toplasam elədi 17. Bəs yaxşı, 2 mənfi ədədi toplayanda nə edirdik aşağıda? Toplayıb qarşısına nə yazırdıq? Mənfi yazırdıq. Yəni, burada da üstə gəlsin, mənfi 14 olacaq. Uşaqlar, baxın, 14 manat borcun var. Mağaza sahibinə getdin, 17 manat ödədin. Hə, sənə nə qədər olar? Borcun qalmaz. Təbii ki, sənə 3 manat nə edir? Geri qaytarar. Bu şəkildə olacaq. Sonra gəldik, burada da baxın, həmçinin uşaqlar, bu ikisini bir qruplaşdıran, bu ikisini də bir. Uşaqlar, bax, onun üstünə bir gəldim, 11. Mənfi 5-in üstünə mənfi 7 gələndə mənfi 12. İndi baxın, 12 manat borcun var. Sən getdin mağaza sahibinə 11 manat verdin. Deməli, sənin 1 manat nəyin olacaq? Borcun olacaq. Bu şəkildə baxmalıyıq. Burada uşaqlar, baxın, biri mənfi, biri müsbət əks ədədlərdirsə, bunları ixtisari islah etmək olar. Məsələn, həmçinin burada da bunları islah edərik. Cavab elədi 18. Burada da uşaqlar, baxın, NATO ədədləri bir qruplaşdıracağım. Oldu. Bunları isə bir qruplaşdırım. Yazacağım. 32 üstə gəlinsin 15, üstə gəlinsin mənfi 3, üstə gəlinsin mənfi 7. Bunları toplasam 47, bunları toplasam mənfi 10 olacaq. Uşaqlar, baxın, 10 manat borcumuz var. 47 manat vermişəm. Deməli, sənə malı sahibi 37 manat pulu nə eləməlidir? Qaytarmalıdır. Sonra gəldik bu suala uşaqlar. Baxın, burada 18-dən, baxın, bu ikisini bir qruplaşdıracağım, bu ikisini də bir. Bu ikisini toplayanda 55 oldu. Elə deyilmi? Bu ikisini də toplasam uşaqlar, mənfi 37 olacaq. Baxın, 37 manat borcum var. 55 manatı verdi. Neçə manat qaytarmalıdır sənə? Buradan 8, 18 manat qaytarmalı. Deməli, bu şəkildə olacaq uşaqlar. Sonra gəldik, məsələn, müqayisə etdik uşaqlar. Burada da daha müqayisənin kör-körünə işarələr qoymaq lazımdır, hesablamaq lazımdır uşaqlar. Necə hesablayaq? Məsələn, 12-ci sualda deyir ki, mənfi 30 üstə gəlinsin 50. Nə olar bunun cavabı? 30 manat borcun var, 50 manat vermişsən. Müsbət 20 oldu. Bəs yaxşı, mənfi 21 üstə gəlsin 10 olsa, 21 manat borcun var, 10 manatın verdi. Nə qədər qaldı? Mənfi 11 qaldı. Bu 20-dir, bu mənfi 11. Deməli, 20 olan daha böyük olacaq. Sonra gəldik burada uşaqlar. Baxın, moduldan həmişə nə çıxırdı? Müsbət. 2 üstə gəl 5 olacaq burada 7. Burada isə mənfi 2 üstə gəlinsin 5 olacaq. Buradan da uşaqlar, baxın, birinci hesablamanı yeni etirəm. 2 manat borcum var. 5 manat verdim. Nə oldu burada? Modulda 3 elədi, yəni 3. Burada 7 oldu, burada da 3 oldu. Hansı böyük olar? Təbii ki, bu böyük olacaq. Sonra gəldik bura. Uşaqlar, baxın, burada da nə etməliyik? Bu hesablamanı eləyirəm. Baxın, 43 manat pul vermişsən, amma sənin 125 manat borcun var uşaqlar. Onda nə etməliyəm? Bundan bunu çıxıb, yəni mənfi alınacaqdır cavabımız. 120, daha borcun çoxdur axı. Ona görə də 125-dən nə çıxmalıyam? 43-ü çıxmalıyam. Burada elədi 2, 8. Deməli, 82 manat borcun qaldı. Bəs bu ikisini toplasam nə olar uşaqlar? Biri mənfi, biri müsbət olduğuna görə cavab 0. Bura mənfi 82, burada 0. Nə olacaq cavabımız? 0 daha böyükdür. Keçdik aşağıdakına. Uşaqlar, baxın, burada biz birinci gəlin bu mənfiləri toplayalım. Bununla bunu toplayıram. Neçə elədi aşağılar? Mənfi 328. Sonra üstünə gəldim nə? 72. Hələ deyilmi? Gəldi 72-ni. Nə oldu bunun üstünə 72 gəldi? Yenə də bax, bu 328 manat borcun var, 72 manatı da verdin. Deməli, sənin borcun biraz azalacaq da. 6 buradan, 5, 256. Yəni, mənfi 256 bu oldu. Bəs bunları hesablasam nə olar aşağılar? Baxın, mənfi 21 üstə gəlsin, 91 olacaq. Bu 70 uşaqlar. Və bu moduldan da uşaqlar müsbət 70 çıxacaq. Biri 70, biri mənfi 256. Deməli, hansı böyük olasıdır? 70 daha böyük olacaq. Sonra gəldik bura. Uşaqlar, baxın, burada biri mənfi, biri müsbət olduğuna görə burası 0 oldu. Burada da ayrı-ayrı modullardan çıxartdığıma görə 13 üstə gəl 13, yəni 26 olacaq. 26 daha böyükdür. Sonra gəldi uşaqlar, baxın, ayrı-ayrı modullarda ise 12 üstə gəl 6, 18 olacaq. Burada da uşaqlar, baxın, 2 mənfi ədədi toplayanda bura modulda mənfi 18, ondan da müsbət çıxacaq. Cavabla da bir-birinə nə olasıdır uşaqlar? Bərabər olacaq. Yəni, bu şəkildə baxmamız lazım. Sonra gəldi uşaqlar məsələ həllinə. Deyir ki, səhər Bakıda havanın temperaturu mənfi 3, Cüfada isə mənfi 6 oldu. Günortaya qədər Bakıda temperatur 4 dərəcə, Cüfada isə 8 dərəcə artdı. Baxın aşağı, artdı deyirsə mənfi 3 üstə gəl 4, bir də mənfi 6 üstə gəlinsin 8 oldu. Mənfi 3-dən 4 var artırdım da, bu elədi 1, bu da elədi 2 dərəcə. Deyir ki, günorta hava harada temperatur daha yüksək olmuşdur? Təbii ki, uşaqlar, baxın, bu Bakıdır 1 dərəcə olan. Bu da Culfa.
Deməli 2 dərəcə olduğuna görə Gülfada daha böyük olacaq uşaqlar. Sonra gəldik biz nəyə? Deyir ki, dəniz tədqiqatçısı batiskafla deyir 100 metr dərinliyə endi. O müxtəlif şəkilləri çəkdikdən sonra daha 200 metr dərinliyə endi. Sonra batiskaf 310 yuxarı qaldırıldı və gəmi yeninin göyərtəsinə yerləşdirildi. Batiskafın vəziyyətlərini mənfi və müsbət ədədlərlə ifadə etməklə cavab verin uşaqlar. Baxın, birinci belə deyəndə 100 metr dərinliyə enibsə uşaqlar mənfi 100 olubdur bu. Sonra o çəkdikdən sonra daha 200-də gedibdir. Yəni mənfi 100-ün üstünə bir də mənfi 200 gəlibdir. Nə olub uşaqlar? Mənfi 300 olubdur. 300 metr dərindədir hala. Sonra deyir ki 310 metr yuxarı qalxdı. Mənfi 300-ün üstünə gəldim 310-u. Nə oldu? 10 metr. Deyir ki uşaqlar, baxın deyir, ən çox hansı dərinliyə enmişdir? Ən çox təbii ki mənfi 300 metr dərinliyə enilibdir. Deyir ki, sonra başqa ən çox hansı dərinliyə? Gəminin göyərtəsi dəniz səviyyəsindən hansı hündürlükdədir? Ay uşaqlar, baxın, dəniz səviyyəsi 10 metr yuxarı qalxıb. Bax sonda görürsünüz. Bax bura dənizdir, burada gəmidir də deyək ki, nəsə belə bir gəmidir. Buradadır bu adam. Və biz normalda bura 300'dür. Bax, bura 0'dır, elə deyil mi? 0 nöqtəsi. Bax, bura 10 metr tapdıq cavab biz. Deməli, buradan bura qədər məsafə nə qədər imiş? 10 metr imiş uşaqlar. Yəni, bu şəkildə olacaq uşaqlar. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Belə uşaqlar, növbəti videolarda görüşmək ümidilə.